Salam, heç fikirləşmisiniz, o boyda nəhəng bir dağı balaca bir kağız parçasına necə yerləşdirmək olar? Bu elə bir sehirbazlıq kimi səslənir, elə deyil. Bax, bugün biz kartoqrafların, yəni xəritə tərtib edənlərin bu möhtəşəm fənninin sirlərini birlikdə açacağıq. Bəli, bax bütün məsələ elə bu sualın içindədir. Təsəvvür edin, bizim bu üçölçülü dünyamızı, bütün o uca dağları, dərin dərələri ilə birgə necə olub ki, dümdüz ikiölçülü bir xəritəyə köçürə bilirik? Bu sadəcə texniki bir məsələ deyil, yox. Bu əsrlərdir ki, səyyahların, mühəndislərin, hətta sərkərdələrin baş sındırdığı fundamental bir problem olub. Və biz bugün məhz bu qədim tapmacanın müasir, dahiyanə həllini öyrənəcəyik. Yaxşı, bu da bizim bugünkü yol xəritəmiz. Gəlin görək, bu mövzunu hansı addımlarla mənimsəyəcəyik. Birlikdə addım-addım irəliləyərək sanki yerin öz dilini, yəni bu topoqrafik xəritələrin necə oxumaq lazım olduğunu öyrənəcəyik. Beləliklə, birinci bölümü. Gəlin elə birbaşa məsələnin canına varaq. O boyda əzəmətli dağları balaca bir kağıza sığışdırmaq. Həqiqətən, bu necə mümkün olur axı? Və cavab topoqrafik xəritədir. Baxın, bu sizin adətən gördüyünüz xəritələrə bənzəmir. Bu sadəcə yolları, şəhərləri göstərən bir kağız parçası deyil. Yox, bu xüsusi ağıllı xətlər vasitəsilə bizə bir yerin əslində necə göründüyünü, harasının hündür, harasının alçaq olduğunu, yəni bütün relyefini, bütün formasını göstərən həqiqətən də dahiyanə bir ixtiradır. Yaxşı, xəritəmiz var, bəs onu necə oxuyacağıq? Bunun üçün gərək biz o xəritənin dilini öyrənək. Hər bir dilin əlifbası olduğu kimi, topoqrafiyanın da əlifbası var və hər şeyin təməlində duran ilk hərf, ilk anlayış əlbəttə ki, hündürlükdür. Deməli, topoqrafik xəritə nədir? Bu sadəcə bir təsvir deyil, əslində bir ərazinin bütün hekayəsini, bütün bioqrafiyasını danışan bir sənətdir. Sanki bir bələdçidir əlimizdə, bizə pıçıldayır ki, bax, bura dikdir, ehtiyatlı ol, bura isə mülayimdir, rahatca gedə bilərsən. Yəni, haranın hündür, haranın alçaq olduğunu bizə göstərir. Hündürlük dedik elə. Yaxşı, gəlin baxaq topoqrafiyada bu hündürlüyü necə ölçürlər. Məsələ burasındadır ki, bunun bir yox, iki fərqli, amma çox vacib yolu var. Deməli, hündürlüyün iki üzü var. Birincisi, nisbi hündürlük. Bu, çox sadədir. Məsələn, deyirsiniz ki, mənim evim qonşunun evindən 3 metr hündürdür. Yəni, iki konkret nöqtəni bir-biri ilə müqayisə edirsiniz. İkincisi isə mütləq hündürlükdür. Bu isə daha rəsmidir. Burada hər şey vahid bir başlanğıc nöqtəsinə, yəni dəniz səviyyəsinə görə ölçülür. Və maraqlı bir fakt, Azərbaycanda bütün xəritələr üçün bu sıfır nöqtəsi kimi Baltik dənizinin səviyyəsi götürülüb. Yəni, bir dağın hündürlüyü 1500 metrdirsə, bu o deməkdir ki, o Baltik dənizindən 1500 metr yuxarıdadır. Və indi gəlib çatdıq işin ən maraqlı, ən vacib hissəsinə, bütün o relyefi kağız üzərində canlandıran o sirli, o əyri xətlərə. Gəlin görək bunlar nədir? Bu xətlərin adı horizontallardır və inanın mənə, bunlar topoqrafik xəritənin ürəyidir, canıdır. Təsəvvür edin ki, siz bir dağda gəzirsiniz və ayağınızın altındakı bu xətti izləyirsiniz. Bu xəttin üstündə getdiyiniz müddətcə siz nə bir addım yuxarı qalxacaqsınız, nə də bir addım aşağı enəcəksiniz. Çünki horizontal eyni mütləq hündürlüyə malik olan bütün nöqtələri birləşdirən bir cığırdır. Bəs bu xəttləri necə çəkirlər? Gəlin birlikdə təsəvvür edək. Götürün bir təpəni. İndi o təpəni sanki ad günü tortu kimi üfüqi müstəvilərlə dilim-dilim kəsin. Hər dilimin arası eyni hündürlükdə olsun. Məsələn, hər 20 metrdən bir kəsim. İndi həmin o kəsimlərin kənarlarını, yəni tortun təpə ilə kəsişdiyi yerləri cızın və son addım. Bütün bu cızılmış halqalara düz yuxarıdan quş baxışı baxın. Nə görürsünüz? Bax, o gördüyünüz iç-içə dairələr elə sizin horizontallarınızdır. Möhtəşəm deyilmi? Üçölçülü bir forma bir anda oldu ikiölçülü xəritə. Yeri gəlmişkən bu horizontalların texniki olaraq iki adı var. Əgər qurudakı hündürlükləri göstərirsə, onlara izohips deyirik. Yox, əgər bir gölün və ya dənizin dərinliyini, yəni suyun altındakı relyefi göstərirsə, o zaman adı olur izopat. Amma prinsip tamamilə eynidir, sadəcə biri yuxarı, dəniz səviyyəsindən yuxarı, digəri isə aşağı, yəni dərinliyə doğru ölçülür. Əla. Artıq bu xətlərin nə olduğunu və necə yarandığını bilirik. Bu, işin yarısıdır. İndi isə gəlin, o xətlərin dilini tam anlamağın, yəni xəritəni bir mütəxəssis kimi oxumağın sirlərini öyrənək. Deməli, xəritəyə baxırsınız və bir sürü iç-içə çəkilmiş dairəvi xətt görürsünüz. Yaxşı, bəs bu nədir? Yuxarıya doğru ucalan bir təpədir, yoxsa yerə doğru dərinləşən bir çökəklik, bir çuxur? Hər ikisi də xəritədə eyni cür görünə bilər. Bəs fərqi necə biləcəyik? Bu çox vacib bir sualdır. Və cavab
Bu balaca amma çox ağıllı işarələrdə gizlənib. Berkştrixlər. Bunlar nədir? Bunlar horizontallara perpendikulyar çəkilmiş qısa, balaca cizgilərdir. Onların yeganə vəzifəsimiz bizə yamacın hansı tərəfə getdiyini, yəni suyun o yamacda hansı tərəfə axacağını göstərməkdir. Çox sadə, amma inanılmaz dərəcədə faydalıdır. Baxın, qayda bundan sadə ola bilməz. Əgər bu balaca xətçiklər, yəni berkştrixlər, dairənin mərkəzindən çölə doğru baxırsa, deməli bu bir təpədir. Zirvədən ətəyə doğru enişi göstərir. Yox, əgər bu xətçiklər içəriyə, mərkəzə doğru baxırsa, deməli bu bir çökəklikdir, bir çuxurudur. Kənardan mərkəzə doğru enirsiniz. Vəssalam, bütün tapmaca həll olundu. Xəritəni oxumağın başqa bir qızıl qaydası da var. Fikir verin, əgər horizontallar bir-birinə çox sıx, çox yaxın çəkilibsə, bu nə deməkdir? Bu o deməkdir ki, hündürlük çox qısa bir məsafədə kəskin şəkildə dəyişir. Yəni, qarşınızda çox dik, sərt bir yamac var. Və təbii ki, bunun əksi də doğrudur. Əgər xəttlərin arasında məsafə böyükdürsə, yəni seyrək çəkiliblərsə, deməli hündürlük yavaş-yavaş, mülayim şəkildə dəyişir. Bu isə o deməkdir ki, yamac az meyillidir. Yəni, orada gəzmək, hərəkət etmək daha asandır. Yaxşı, əla. Bütün bu nəzəriyyəni, xətləri, işarələri öyrəndik. İndi yəqin düşünürsünüz ki, gözəl. Bəs bütün bunlar real həyatda mənim nəyimə lazımdır? Gəlin baxaq. Bu xəritə əslində həyatımızın nə qədər çox sahəsində istifadə olunur. Əslində bu xəritələr sadəcə coğrafiya kitablarında qalmır, onlar real həyatda çox vacib bir alətdir. Məsələn, mühəndislər yeni bir yol və ya bina tikəndə relyefi dəqiq bilməlidir. Ekoloqlar çirklənmənin və ya suyun hara axacağını bu xəritələrlə proqnozlaşdırır. Fermerlər hansı sahənin əkin üçün daha yararlı olduğunu, otlaqları necə təşkil edəcəyini bu xəritələrə baxıb planlayır və əlbəttə hərbçilər üçün relyefi bilmək strateji planlaşdırmanın əsasıdır. Fikir verin, hamısı eyni dili danışır, topoqrafiyanın dilini. Artıq siz də bu dili bilirsiniz. Artıq siz də adi bir kağız parçasına baxıb, orada ucalan dağları, dərinləşən dərələri, sərt yamacları görə bilirsiniz. Bu az qala bir süper güc kimidir, elə deyilmi? Bəs indi bu yeni biliyinizlə, bu yeni gözünüzlə ilk olaraq haranı kəşf etmək istərdiniz? Hansı zirvəyə dırmanmaq, hansı dərəni araşdırmaq sizin üçün maraqlı olardı? Seçim artıq sizindir.